Kanal izləyiciləri, bu gün sizi Sumqayıtda 10-cu mikrorayonda çox bir gözəl yerdə 9 mərtəbəli binanın 2-ci mərtəbəsində eksperimental layihəli belə bir 2 otaqla tanış edirik. Kombisi var, orta təmirli evimiz. Qonaq otağından başladıq çəkilişə. Evimiz yer çəkəndir, yəni skvaznoydu. Qonaq otağı ilə tanış edirik, göstərdik. Keçirik dəhlizinə, dəhlizini göstərirəm. Bu da mətbəxidir, işıqlar yanmadığına görə üzr istəyirik. Mətbəxi də genişdir. Burada eyvandır. 2 eyvan var. Həm evin qabaq hissəsi, həm də dal hissəsinə çıxır. Qonaq otağı mətbəxin yanında göstərdik. İşıqlar yanında üzr istəyirik. Gəlirik belə dəhlizlə. Belə bir yataq otağı da var. Göstərir yataq otağı. 2 eyvan dedim. Bax bu dəhlizdir. Dəhlizin bu tərəfində sanitar qovşağıdır. Ayrı. Bu da hamamıdır. Bu da ikinci belə deyək, eyvanı. Size görürsünüz, evin arka hissəsini də göstərirəm və qabaq hissəsini. Deməli, yerləşdiyi yer Sumqayıt şəhəri, 10-cu mikrorayon, 9 mərtəbəli binanın 2-ci mərtəbəsində. Buna ümumiyyətlə deyirlər ki, belə deyirlər, eksperimental Leningrad layihəli. Böyle bir 2 otaqlı mənzillə sizi tanış edeyim. Kubçası var, ipoteka yararlıdır. Sizin əmlakınız varsa satışda bölümümüzə müraciət edin. Kanalımıza baxdığınıza görə təşəkkür edirik. Abunə olmayı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.